Dostoyevskinin iti frazemi, böyüklərin zorakı mentaliteti, eləcə də ölkədən beyin köçü arasında əlaqə barədə danışaq. Deməli, Dostoyevskinin iti frazemi Ölü evdən qeydlər əsərində bir itin hər kəs tərəfindən döyülməsi və nəticədə həmin itin sevgi görəndə də qorxub qaçmasını bildirir. Bax, bu iti dünən tapmışam. Bir ayağı yoxdur, bilmirəm anadan gəlmədi yoxsa sonradan olub. Düzdür, yolda görəndə ilk çağıranda qarşıma gəldi, amma bu günləri çimizdirmək istədim. Həmçinin tərbiyələndirmək məqsədi ilə toyuqlara yaxın getməsin deyə üzərinə biraz çəmkirdim yüngülvari və gördüm ki, qorxub qaçır. Sevgi görəndə də artıq, yəni belə deyək, tam güvənmir. Bax, bu insani münasibətlərə də aid edilir bizdə. Düzdür, həyat şərtləri sərtdir və insan əslində sərt olmalıdır məncə, amma bəzən elə olur ki, bəzi insanlar zəif xarakterli olur və onların üzərinə həddən artıq getdikdə onlarda nifrət formalaşır. Məsələn, bugün əksər böyüklər bunu nəzərə almır. Bu həm sistematik prosesdir, idarəçilikdə, siyasi rejimdə də qaynaqlanır və məşhur fikir var, hakimiyyətimiz mentalitetimizin dayısıdır. Yəni, bu insanlar anlamır ki, böyüyə cavab qaytarmaq olmaz, böyüyün sözündən çıxmaq olmaz tipli mental nümunələr insanı bədbəxt edir. Yəni, onu kölə kimi, zəif xarakterdə formalaşdırır. Təsəvvürün öz yaxınına cavab qaytara bilməyən, ona etiraz edə bilməyən bir fərddən böyüyəndə nə olacaq? O, sabah haqsızlıqla üzləşəndə də ona reaksiya verə bilməyəcək. Yəni, böyüklərin əksəriyyəti bunu anlamır ki, böyüklük yəni yaşla ölçülmür, əməllərlə, davranışlarla ölçülür. Böyüklük, yəni özünə qarşı gələnə, belə deyək, pis münasibət bəsləmək deyil, əksinə böyüklük hər vəziyyətə hazır olmaqdır. Yəni, məsələn, mənim özümə qarşı gələn insan olanda, məntiqi dəlillər gətirən insan olanda mən sevinirəm. Yəni, uşaqların içərisində mənlə elmi cəhətdən, intellektual cəhətdən dirəşən olanda mən çox sevinirəm. Belə də olmalıdır. Və bugün gənclərin əksəriyyətin beyin köçünə səbəb də budur. Yəni, ölkədən hər tərəfli iyrəndiriblər. Həm sistem iyrəndirib, həm də bu sistem tərəfindən istismar olunan, haqlarına girilən insanlar iyrəndirib. Yəni, təsəvvür edin ki, başqasının, belə deyək, şəxsi həyatına müdaxilə edən insan anlamır ki, onun özünün də şəxsi həyatına müdaxilə şəraiti yaradır. Yəni, sən əgər başqasının şəxsi azadlıq hüququnu tanımırsansa, sistem də sənin hüquqlarını tanımayacaq. Deyəcək ki, bunlar onsuz da hüquq nədir? Qanmırlar. Bunlara istədiyimizi də eləyək, necə ki, eləyirlər. Beləliklə, insan zəif olmamalıdır, çünki həyat şərtləri ağırdır, acımasızdır, qəddardır. Amma bu o demək deyil ki, insanların da hər tərəfli bu zəifliyini istifadə edərək onu iyrəndirmək lazımdır. Yəni, bu halda sadəcə nifrət qazanmaqdan başqa bir şey əldə etməyəcək.